İnsan bilsə ki, nə vaxt öləcək, yəni filan vaxtda, filan saatda öləcək. İnanın ki, Adəm övladı elə bir məxluqdur ki, ölümünə qədər, yəni öləcəyinə qədər, öldüyü vaxta qədər ömrünü günahlarla, haramlarla, fuhuşlarla keçirdər. Gələr ölümünə 1 saat qalmış, 5 dəqiqə qalmış, nə edir? Tövbə edir. Yəni əgər bilsə ki, nə vaxt öləcək. O yüzden insan Allah Teala ölümü bizdən gizlədibdir. Öləcəyimizi deyibdir, bildiribdir Quran-ı Kərimdə bizlərə. Amma harada öləcəyimizi, nə vaxt öləcəyimizi bizlərə deməyibdir. Böyle ölüm anidən yaxalayır, qəflətən yaxalayır insanı. Ağlına gəlmədiyi yerdən görsən ölüm gəlir ona. Ona görə də yəni insan övladı baxımla belədir. İnsan belə bir məxluqdur. Yəni ölümünün vaxtını bilsə, ömrünü günahlarla, haramlarla keçirdəcək. Gələcək ömrünə 5 dəqiqə qalmış, 1 saat qalmış, nə edəcək? Tövbə edəcək. Çünki biləcək ki, ölür. Ölüm gələcək ona birazdan. Ona görə də uca Allah ölümü bizlərdən gizlədibdir. Yəni ölümün vaxtını bilmirik. Nə vaxt öləcəyimizi